Salam dostlar, hər vaxtınız xeyir olsun. Övlad tərbiyəsi necə olmalıdır? Niyə bugün dünya gündəmini deyərdim zəbt edən bu şagird mövzusu, yəni şagirdlərin, şagird deyəndə ki, şagird statusdur. Yəni onlar, övlad da statusdur, bir insan. Bir insan özü də o yaşlarda, təbii ki, şuur hələ tam oturmuyub, yeniyetmədir, çılğın vaxtlarıdır. Niyə onlar, məsələn, belə deyək də, necə deyək, bəziləri özlərini apara bilmirlər. Yəni, günah şagirdlədirmi, övladdadırmı? Təbii ki, onlarda günah olsa da bu az faizdir. Daha çox onları tərbiyə edən mühit, tərbiyə edən valideyn, yəni onları tərbiyə edən aləm, ətrafdır, əsas sorumlu. Belə bir şey deyim, mən özümü tərifləmirəm. Görürsünüz, mən özüm müəlliməm, ingilis dili müəllimiyəm. Prezident Akademiyasını bitirmişəm və s. və ilaxır. Ona rəğmən, mənim özüm də yeniyetmə vaxtlarında, yəni, olub ki, hamımızın həyatında, bir o, məktəbdə o maraqlı məqamlar olur da, birdən, bəzən onu deyirik, xatırlayırıq və bəzən kövrəlirik, o illərə qayıtmaq istəyirik, hamımız artıq bir ailə başçısıyıq. Bəzən deyirik ki, hətta mənim özüm belə, ən tərbiyəli insan olaraq, deyirəm ki, məktəb vaxtı olub ki, məsələn, hansısa dərsə girmək istəməmişəm də. Məsələn, müəllimə deymişəm ki, müəllim, onlar başım ağrır, məsələn, evə gedim, belə hallar olub. İnanın ki, amma biz qalxıb, məsələn, həddimizi aşıb digər şeylər eləməmişik. Yaxşı, bu nədən qaynaqlanır? Bu niyə belə olur? Baxın, dostlar, tərbiyə sözü, ümumiyyətlə, geniş şaxəli bir sözdür. Bizim atalarımız, analarımız deyib ki, məsələn, içki içmə, sigaret çəkmə, bunu eləmə, bunu eləmə, məhdud çərçivədə. İnsan isə böyük bir geniş proyektdir, layihədir. Yəni, Allah Teala bizi yaradıb bu dünyaya göndərib, bizi bir atiyaniyə əmanət verib. Allah Teala bilirsiniz ki, elə belə bir məxluq yaratmaz. Elə belə bir şey yaratmaz. Yaratdığı hər bir şey geniş kapasiteye, geniş potensiala malik bir şeydir. Yəni, insan olsun, ağac olsun, dağlar olsun, əşya olsun, nə olur olsun. Yaratdığı hər şeyin kapasitesi, potensialı böyükdür. Yəni, sən onu məhdud çərçivədə tərbiyə eləyib deyə bilməzsən ki, bundan sabah yaxşı insan çıxacaq. Yəni ki, sən var gücünlə onu geniş şəkildə tərbiyə eləməlisən. Onun çünki daxilində istəklər çoxdur. O istəklərin hər birini yemləməlisən, qidalandırmalısan. Sən bugün deyəsən, araq içmə, sigaret çəkmə, onu eləmə, bəs salam, deyəsən ki, bu tərbiyəli uşaq olacaq. Xeyr. Hələ keçmişdən də bir mod söhbət çıxıbdır. Ata evə alış-veriş elədisə, evi, belə deyək də, ərzaqla təmin elədisə, ata işlədisə, vəssalam, o evdə övlad tərbiyəli olacaq. Sigaret də çəkməsin, araq da içməsin övlad, ata da eləməsin bunu, övlad tərbiyəli olacaq. Xeyr, mənim əzizlərim. Bax, bu səhvi burada buraxırıq. Bax, səhv buradadır. Ata övladın, ana övladın hər saniyəsi ilə, hər dəqiqəsi ilə məşğul olmalıdır. Amma onu sıxmamalıdır, azadlıq verməlidir. Ata övlada deməlidir, namaz qıl, oruç tut, onun səbəblərini deməlidir, niyə? Ata övlada Quran-ı Kərimdə Loğman surəsi var. Bir atanın övladını necə tərbiyə eləməlidir? Bax, gedin əzizlərim, Quran-ı Kərim kitabı alın, ya tətbiqi aplikasyonu varsa indirin, yükləyin, oradan oxuyun. Bir ata övladına necə tərbiyə verməlidir, mükəmməl tərbiyə verməlidir, orada baxa bilərsiniz. Quran-ı Kərimdə Allah Teala Loğmanın dilindən, yəni Loğmanın dediklərini Quran-ı Kərimə salıbdır. Ki, o qədər gözəl tərbiyə verib ki, o Loğman oğluna. Onun dediklərini Quran-ı Kərimdə göstəribdir. Ki, yəni bir ata övladına belə tərbiyə versin. Baxın, orada Loğman qayıdıb demir, sigaret çəkmə, araq içmə və salam.
Birincisi, tərbiyə çox geniş bir anlayışdır. Görün, Loğman deyir ki orada, ey mənim əziz oğlum, baxın, görün tərbiyədə hansı məqam var imiş, biz bunu bilmirdik. Atanın oğluna münasibəti, atanın oğluna xitabı, birinci buradan, ey mənim əziz oğlum, baxın, övlada gələcəkdə kiməsə qarşı münasibətdə etikanı öyrədir. Yəni, övlad, mən sənə belə müraciət edirəm, ey mənim əziz oğlum, yəni, sən gələcəkdə başqasına deyilən sizlə danış, əzizim denən, qadın alım denən, başına dönüm denən, baxın, övladın nitq mədəniyyətini düzəldir bir ata. Ondan sonra deyir namaz qıl, ondan sonra deyir təkəbbürlü olma. Baxın, görün, insanın daxilində nə qədər proseslər var ki, onları tərbiyə eləmək lazımdır. Sən belə bir övlad yetişdirsən, əlbəttə ki, belə bir övlad sabah mükəmməl övlad olacaq. Sabah cəmiyyətdə və məktəbdə, belə deyək də, hamının hörmətini qazanacaq. Çox insanın hörmətini qazanacaq. Hamının deməyim, çünki peyğəmbərlər də hamının xoşuna gəlmirdi. Amma çox insanın hörmətini qazanacaq. Çox insanın hörmətini qazanacaq və o insan dahi şəxsiyyət olacaq, ziyalı olacaq, gözəl insan olacaq. Biz 2-3 dənə istəyini təmin edirik, deyirik ki, get, sən mükəmməl insan olasan. Xeyr. Loğman görün nə deyir Qurani Kərimdə, Loğman surəsində, oxuyun orada. Deyir, təkəbbürlə yerimə, yer üzündə. Təkəbbürün pis olduğunu göstərir. Ondan sonra deyir ki, bərk danışma. Bərk danışma deyir. Görün, nə qədər orada məsələlər var. Allaha şərik qoşma. Sən yalnız Allahdan istə. Yəni, o çətinliklərdə Allaha yönəl. Səni yaradana yönəl, o səni eşidir. Bugün bir övlad böyüdürük. Tutaq ki, övlad məktəbdə hansısa yanlış əməllərə yol vermir. Siqaret çəkmir, araq içmir. Ata tutaq ki, belə tərbiyə eləyib. Okey. Övlad da yaxşı olub. Amma övlad başqa bir yanlış əməli var. Nədir? Tutaq ki, bütün günü falçı yanındadır. Allaha şərik qoşur. Köməyin Allahdan yox, başqa şeylərdən istəyir. Namaz adı gələndə lağ eləyir. Oruc adı gələndə lağ eləyir. Baxın, yaradanın qırmızı xəttlərini keçir. Bu necə yaxşı övlad ola bilər? Necə yaxşı övlad ola bilər bu? Deməli, biz övladımıza tərbiyəni axıra qədər vermirik. Biz tərbiyənin girişini həyata keçiririk. O tərəfə getmirik axıra qədər. Tərbiyənin girişini verib, girişində dayanırıq. Amma insan böyük bir proyektdir, böyük bir layihədir. Onu sona qədər tərbiyə eləmək lazımdır. Və ən böyük, ən gözəl, ən mükəmməl tərbiyə metodu da Qurani Kərimdə göstərilib. Yaradanın tərbiyə metodudur. Dünyanın bir sahibi var da, bizi yaradan var da, bizi bizdən yaxşı tanıyır. Heç atamız da bizi onun kimi tanımır. Çünki mənim də atamın da sahibi odur. Heç mənim atam bu dünyada olmayanda, mən bu dünyada olmayanda hələ bu dünya var idi. Hələ insanlar var idi. Demək ki, dünyanın sahibi, bu dünyanı yaradıb sahibidir. Bu dünyanın dilini bilir. Ona görə bu dünyaya gələn hər bir insan kiməsə nəyisə diktə eləməməlidir ki, sən belə ol, elə ol. Hamı Qurani Kərimi açıb bir-birinə oradan haqqı tövsiyə eləməlidir. Oranı oxuyub deməlidir ki, ay qardaş, sən belə ol, ay xanım, sən belə ol, elə ol. Biz öz başımızdan bu dünyaya bir metod qoya bilmərik ki, siqaret çəkmə, araq içmə yaxşıdan mı olasın? Xeyr. Onda Allah Teala o boyda Quran kitabını niyə göndərirdi? O genişlikdə Quran kitabını niyə göndərirdi? O genişlikdə Quran kitabını göndərirsə, demək eləyəcəyimiz çox şey var. Verəcəyimiz çox tərbiyə var hələ övladlarımıza. Ona görə də bu silsiləli bir video olacaq. Bu videoda bir məqama toxunum. Gələn videoda bugün ümumi danışdım. Artıq o müəyyən məqamlar üzərində dayanacağıq. Ki, bir insana tərbiyə necə verilməlidir ki, və şagirdlər necə başımızı uca eləsin. Ümumiyyətlə, bir insan hansı yaşda olsun, necə cəmiyyətə faydalı olsun, ailəsinə faydalı olsun.
cəmiyyətdə bir sakitlik yaratsın ki, bunun əlindən bezməyək, dünyamız rahat olsun. Bugün o məqamlardan biri nədir? Olub da atalar görmüşəm. Mənə qayıdıb ki, oğlumu idmana qoyacam. Deyirəm, niyə? Özün müdafiə eləsin. Baxın, altyapı olmayanda, bünövrə olmayanda, uşaq dünya niyə gəldiyini bilməyəndə, uşaqda mərhəmət hissi olmayanda, onu ata övladı aşılamayanda, ata övladı birbaşa aparıb idmana qoyanda, o idmançı yox, o idmanından sui-istifadə edən bir belə deyək də, vəhşiyə çevriləcək gələcəkdə. Deyəcək, qolumun gücü var, istədiyimin üstündə sınayım, istədiyim zəifə əl qaldırım. Ataların səhvi buradadır. Mən oğlumu idmana qoyum, özüm müdafiə eləsin. Eşitmişəm. Niyə özün müdafiə eləsin? Nədən özünü müdafiə eləsin, bilmir. Övlada deyə bilmir. Onu deməyib övlada. Niyə müdafiə eləməlidir? Nəyə görə müdafiə eləməlidir? Nə vaxt müdafiə eləməlidir? Səni övladım, niyə idmana qoyuram? Bunları demir. Heç nə gedib idmana qoyum, özün müdafiə eləsin. Sən bunun bir altyapısını, bir bünövrəsini hazırlamısan, aparıb övladı idmana qoysan, övladı məhv eləysən. O övladı idmana qoyarlar ki, sən ona Allahı tanıtmısan, Yaradanı tanıtmısan, onu Quranla tanış eləmişsən, ona mərhəmət hissini öyrətmişsən, ədalət hissini öyrətmişsən, yaxşılığı öyrətmişsən, onda təvazökarlıq hissini yaratmışsan, sadəlik yaratmışsan, onun qəlbin həlimləşdirmişsən. Yəni sən bunları övlada demədən sən necə onu idmana qoyursan? Bax, bir səhvin biri buradadır. Adam da gəlir, şagird idmançı, başlayır sinifdə zəiflərə qarşı mənfi hərəkət eləməyə, zəifi sındırmağa. Sonra yekəlir müxtəlif həyatının səhnələrində ortaya açdıqsa, özünə uyğun bir həyatda imtahanlar, səhnələr yaranır. Başlayır orada hansısa insanlar əzməyə. Məsələn, hər hansı müdiri olur, qol gücü var. Orada artıq kimdənsə pis danışmağa. Yəni ona görə bünövrəni düz qoymalıyıq. İdmana niyə qoyursan? Bir bunu başa sal da. Sabah gedəndə də o özün bilsin ki, harada müdafiə eləməlidir. O özün kafirlərə qarşı müdafiə eləməlidir. O özün zalimlara qarşı müdafiə eləməlidir. O başqalarını biri görür ki, məsələn, bu onun haqqını tapdalayır. O haqqı tapdalananı müdafiə eləməlidir. O qol gücün orada sınamalıdır. Yoxsa sən aparırsan, idmana qoyursan, heç nə də demirsən idman nə üçündür. Onun da yeniyetmə vaxtları, çılğın vaxtları gedir onu bunu vurur əzir. O şagirdin üstündə qol gücünü sınayır. Bu şagirdin üstündə qol gücünü sınayır. Problem valideyndədir. Atanın həyata baxışı necədirsə, övladın da baxışı elə olur. Çünki ata da tərbiyəni verən, ana da tərbiyəni verən. Siz nə cür dünyaya baxırsınızsa, evdə hansı mühiti yaradırsınızsa, şey də o cür olacaq, o övlad. Mən bu video, dostlar, silsilə davam edəcək ki, mənim də övlad tərbiyəsində, şagird tərbiyəsində bir dəstəyim olsun, bir payım olsun. İnşallah ki, videolarım faydalı olar.